Daha 392 nəfərdən ibarət 110 ailə Ağdama qayıdıb. Səhər saatlarında yola düşən köç karvanı mənzil başına çatıb. Qeyd edək ki, doğma yurda qayıdan sakinlər Respublikanın müxtəlif bölgələrində əsasən yataqxanalar, sanatoriyalar və inzibati binalarda müvəqqəti məskunlaşan ailələrdir. Sakinlərə yeni evlərinin açarları təqdim edilib. Açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında prezidentin xüsusi nümayəndəliyinin, qaçqınların və məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər. Doğma yurda qayıdış sevincini yaşayan Ağdam sakinləri mənzillərinin açarlarını təhvil alaraq yeni evlərində məskunlaşmağa başlayıblar. Prezidentimə çox minnətdaram, çox. Niyə ki, mənim böyük oğluma bu Ağdamla ev verdi. Böyük oğlum da məni getdi, vətənimə göstərdi. Başı uca olsun. Mən həmişə ona arz edirəm prezidentimə. Allah Taala qazilərimizə də kömək dursun. Şükür bugünkü günə. Şükür bunu bizə yaradanlara. Çox sağ ol deyirəm birinci prezidentimizə. Cəmaatın bura yığılmağına hamısına göz aydınlığı verirəm. Qeyd edək ki, Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad olunan ərazilərə qayıdış sürətli və mərhələli şəkildə davam edir.